Dəccaliyyət 1 milyarddan çox insanın ölümünə səbəb olmuşdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Dəccalın bəşər tarixinin ən böyük fitnəsi olacağını və Dəccalın axır zamanda çıxacağını xəbər verir. Allah Həzrəti Adəmi yaratdığı gündən etibarən Dəccalın fitnəsindən daha böyük fitnə olmayıb. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hədislərində Dəccalın çıxış əlamətləri kimi bildirdiyi hadisələrin hamısı ardıcıllıqla baş verib. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Dəccaliyyətin insanları dinsizləşdirəcəyini bildirib. Bugün insanların 99%-i dinsizliyin gətirdiyi müharibələr, qarşıdurmalar, anarxiya, terror, günahsızların qətlə yetirilməsi, cinayətlər, intiharların artması kimi Dəccalın iş başında olduğunu göstərən bəlaların təsiri altındadır. İşgəncə, soyqırım, təcavüz Dəccaliyyətin əməlləridir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm digər hədislərində Dəccalın səbəb olduğu mühitdən belə bəhs edir. O əsnada fitnələr, xaos, qiyamlar çox yayılar. İnsanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyar və yer üzünü bəlalar bürüyər. Elə bu sıxıntılı dövrdə məlun, lənətlənmiş Dəccal çıxar. Zaman, qiyamət yaxınlaşar, əməllər əksilər, insanların xəsisliyi və hərisliyi ifrat dərəcədə artar, hərcmərcilik çoxalar buyurdu. Səhabələr, hərcmərcilik nədir deyə soruşdular. Rəsulullah, öldürmək buyurdu. İşgəncə, soyqırım, təcavüz Dəccaliyyətin əməlləridir. 20-ci əsr dünya tarixində misli görülməmiş böyük müharibələrin baş verdiyi əsr olub. Dəccaliyyət, darvinist, materialist, kommunist və faşist ideologiyaların təsiri ilə 1-ci və 2-ci dünya müharibələrində minlərlə qəsəbə, kənd və şəhərin yerlə yeksan olmasına, aclıq, xəstəlik, səfalət, intihar və qətliamlar nəticəsində 1 milyarddan çox insanın ölümünə, ən az bir o qədər də insanın yaralanmasına və şikəst qalmasına səbəb olub. 1-ci Dünya müharibəsində ilk dəfə tətbiq edilən hava bombardmanı nəticəsində böyük kütlələr qətlə yetirilmiş, şəhərlər darmadağın edilmişdir. Hədislərdə də Dəccalın təyyarə texnologiyasından istifadə edəcəyi təşbehli izahla xəbər verilib. Dəccalın ayaqlarının altında yer üzü qoçun dərisinin yundan büküldüyü kimi büküləcək. Dəccal buludu qabağına qatan külək kimi sürətlə hərəkət edər. Dəccaliyyətin bu qırğınları törətməsində istifadə etdiyi Hitler, Mussolini, Stalin, Lenin, Mao kimi faşist və kommunist diktatorların psixopat xarakterləri darwinizmdən qaynaqlanır. Am nationalsozialistischen Staat festgestellt haben, auf Deutschland ist in seiner folglichen Haltung und seiner militärischen Stärke wieder eine geheime und dennoch wohl bekannte Kräfte sichern wird, einen Bürgerkrieg in einen Weltbrand zu verwandeln. Hamısı Dəccaliyyətin ideoloji əsası olan darvinizmin təlimlərindən bəhrələnərək insanların bir növ heyvan olduğunu düşünür, insanların mübarizə apararaq inkişaf edəcəklərinə inanırdılar. Darwinin təlimlərinə bağlılıqlarını açıq şəkildə ifadə edir. Çıxışlarında və yazılarında həyat fəlsəfələrinin və dünya görüşlərinin Darwinə və təkamül nəzəriyyəsinə əsaslandığını etiraf edirdilər. Məsələn, Marx 19 dekabr 1860-cı ildə Engelsə yazdığı cavab məktubunda belə deyir: "Bizim fikirlərimizin tarixi təməlini ehtiva edən kitab məhz budur." Stalin isə Darwinin fikirlərinə necə əhəmiyyət verdiyini belə açıqlayır: "Gənc nəsillərə 3 şeyi öyrətməliyik: dünyanın yaşını, geoloji mənşəyini və Darwinin təlimlərini."